Dövlətə xəyanət və digər xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin ailə üzvləri də istintaq nəzarəti altına alınıb və onların ölkədən çıxışına məhdudiyyət qoyulub. Today Press TV xəbər verir ki, Qafqaz İnfonun əldə etdiyi məlumata görə bu addım Ramiz Mehdiyevin cinayət yolu ilə əldə etdiyi gəlirlər hesabına yaxınlarının da əhəmiyyətli maliyyə imkanlarına sahib olması ilə bağlı araşdırmalar çərçivəsində atılıb. Boz kardinal uzun illər dövlət strukturundakı nüfuzundan istifadə edərək müxtəlif kommersiya fəaliyyətlərinə nəzarət edib. Həmin dövrdə onun qohumlarının adına milyonlarla manat dəyərində mənzillər, villalar və şirkət payları rəsmiləşdirilib. Son günlər bu əmlakların kiçik bir qismi mediada ictimailəşib. Ramiz Mehdiyevə qarşı irəli sürülən əsas ittihamlardan biri Cinayət Məcəlləsinin 193 cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddəsidir. Qanunvericiliyə əsasən çirkli pullarla qazanılmış əmlaklar məhkəmə qərarı ilə dövlət nəfinə müsadirə edilir. Hökmə qədər isə əmlak üzərinə həbs qoyulur. Hazırki ibtidai istintaq dövründə Mehdiyevin ailə üzvlərinin maliyyə əməliyyatları da araşdırılır. Bu əsasla da həyat yoldaşı Galina Mehdiyeva, oğlu Fövqəladə Hallar Nazirinin müavini general-mayor Teymur Mehdiyev, qızı Kamilə Əliyeva və kürəkəni İlham Əliyevin ölkədən çıxışına da stop qoyulub. Bu qərar həm ölkə daxilində, həm də xaricdə yerləşən daşınmaz əmlakları ilə bağlı hər hansı hərəkətin qarşısını almaq məqsəd daşıyır. Eyni zamanda ortaya çıxa biləcək yeni faktlar əsasında Mehdiyev ailəsinin də dindirilməsi ehtimal edilir ki, bu da stop qadağasının tətbiqinə əlavə səbəblərdən biri kimi göstərilir. Namiq Abbasov, Today Press TV.